Müasir dünyada asayiş keşikçisi artıq sadəcə cəza kəsən instansiya yox, çətinə düşən hər bir vətəndaşın ilk köməkçisidir. Bugün küçələrimizdə gördüyümüz sabitlik sadəcə qanunların gücü və ya polis forması geyinmiş insanların xidməti deyil, bu cəmiyyətin daxili həmrəyliyinin bariz nümunəsidir. Çünki dövlətin gücü qanunda, qanunun gücü isə xalqın etimadındadır. Bir xəbər media bildirir ki, son illər vətəndaşların hüquq mühafizə orqanları ilə əməkdaşlığının genişlənməsi, baş verən hüquq pozmalara operativ reaksiya verilməsi və ictimai nəzarət mexanizminin inkişafı təhlükəsizlik sahəsində müsbət nəticələrin əldə olunmasına böyük töhfə verir. Mütəxəssislərin fikrincə, cinayətkarlığa qarşı mübarizədə və ictimai asayişin qorunmasında bu qarşılıqlı etimad əsas amildir. Ekspertlər hesab edirlər ki, hüquqi maarifləndirmənin artırılması, vətəndaş müraciətlərinə operativ baxılması və şəffaf fəaliyyət polisi olan xalq sevgisini daha da gücləndirir. Təhlükəsiz cəmiyyət yalnız hüquq mühafizə orqanlarının fəaliyyəti ilə deyil, hər bir vətəndaşın məsuliyyətli davranışı və qanunlara hörmət ilə formalaşır. Polis və cəmiyyət arasında qurulan bu sağlam əməkdaşlıq ölkədə sabitliyin ən güclü dayağıdır.